Hərqus ibn Zuheyr Huneyn döyüşündə qənimətləri böləndə Peyğəmbərə baxdı, dedi, ədalətli ol, Peyğəmbərə dedi. Peyğəmbər dedi, mən ədalətsiz olanda kim ədalətli olacaq? Məndən ədalət tələb edirsə, mən Allahın elçisiyəm. Ondan sonra dedi ki, bunu görürsünüz Peyğəmbər, bu öz dostları ilə elə ibadət eləyəcək ki, siz buna qibd eləyəcəksiniz bunun ibadətinə. Bunlar dindən bilirsiniz necə çıxacaq, ox kamandan necə çıxar elə. Cəmaat gəldi Peyğəmbərin yanına, bir adamı təriflədilər. Hərqus ibn Zuheyr. Bu adam haqqında Peyğəmbərə danışdılar. Ya Rəsulallah, belə bir adam var. Bilirsiniz necə Allaha ibadət eləyir? Peyğəmbər salvatullahın cavabına bax. Buyurdu ki, mən onu tanımıram. Gərək deyərdilər ki, başa düşdük. Ağılları olsaydı. Necə ola bilər bir insan abiddir, bu boyda fəzilətli bir insandır. Peyğəmbər desin, mən onu tanımıram. Tanımıram, yəni siz deyən adam deyil o. Deyir, bu söhbət əsnasında bu özü gəldi, girdi məscidin içinə. Dedilər, ya Rəsulallah, bundan danışırıq. Peyğəmbər nadir hallarda belə söz danışar. Rəhmət Peyğəmbəridir. Buyurdu ki, amma mən onun alnında şeytanın izini görürəm. Çox təsirli bir hədisdir. Buyurdu ki, bir nəfər varmı bunu öldürsün indi? Heç nəsiz, müqəddiməsiz. Bir nəfər varmı indi bunu öldürsün? Bir nəfər var, durdu ayağa həmişəki kimi, tez alışıb tez sönən adamlardan biriydi. Vurdu qılıncını götürdü, mən gedirəm onu öldürməyə, dedi get. Gəldi, bu da la ilahə illallah zikri deyir. Qayıtdı ki, ya Rəsulallah, onu öldürə bilmədim, o Allahı zikr eləyirdi. Peyğəmbər təbəssüm elədi, asan məsələ deyil. Söhbət elədilər, sonra dedi, ya Əli, get onu qətlə yetir. Həzrət Əli əleyhissalam çıxdı, gəldi, baxdı, dedi, ya Rəsulallah, bu gedib, yoxdur, tapa bilmədim məsciddə. Dastan yarımçıq qaldı. Səbəb budur ki, ibadət nəticəsində təkəbbür əhli olur, özündən aşağı baxır insanlara.